Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız Din test vəsaitindən söz birləşmələri, sintaktik əlaqələr haqqında olacaqdır. Birinci sual. Biri mürəkkəb ad deyil. Bilirik ki, mürəkkəb adlar söz birləşməsi formasında olur. Burada Həsənağa mürəkkəb ad yox, mürəkkəb sözdür. Mürəkkəb xüsusi isimdir. Cavabımız olur C variantı. İkinci sual. Nöqtələrin yerinə hansı ifadə uyğundur? Tərəfləri bütövlükdə bir leksik məna bildirir. Əlbəttə ki, bu frazeoloji birləşmələrə aiddir. Frazeoloji birləşmələrdə asıl əsas tərəf anlayışı yoxdur və tərəflər bütövlükdə bir leksik məna ifadə eləmiş olur. Üçüncü sual. Hansı söz birləşməsində asıl tərəf hərəkətin zamanını bildirir? Sonuncu sayını bildirir. Səhərin bu isimdir. Səni əvəzlikdir. Kənd isimdir. Səhər qayıdarkən, nə zaman qayıdarkən? Cavabımız olur Y variantı. Dördüncü sual. Hansı söz birləşməsində asıl tərəf hərəkətin zamanını bildirir? Axşam oxuyanda, nə zaman oxuyanda? Elə cavabımız olur A variantı. Beşinci sual. Biri mürəkkəb addır, bayaqda qeyd elədik. Mürəkkəb ad söz birləşməsi formasında olur, xüsusilik bildirir. Burada Şah İsmail Xətai mürəkkəb addır. Cavabımız D variantıdır. Altıncı sual. Biri mürəkkəb addır, burada da Qətran Təbrizi mürəkkəb addır. 7-ci sual. Əsas tərəfi ismlə ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Söz birləşməsində əsas tərəf deyərkən sonuncu söz nəzərdə tutulur. Onların hamısı əvəzlikdir. Uşaqların çoxu çox saydı. Əskərlərdən 3-ü 3 saydı. Onlardan bəziləri bəzi əvəzlikdir. Onun baxışları baxış isimdir. Bizim görüş isimdir. Cavabımız C variantıdır. D variantında dadlı sifətdir. Hər birimiz əvəzlikdir. Öz əvəzlikdir. Yaxşı sifətdir. Cavabımız C variantıdır. 8. Birinci tərəfi isimlə ifadə olunmuş söz birləşmələri hansı sərgidədir? Birinci tərəf deyərkən asıl tərəf nəzərdə tutulur. Alma şirəsi alma isimdir. Vətən məhəbbəti vətən isimdir. Amma azad insanda azad sifətdir. Hər əvəzlikdir. Dairəvi sifətdir. Kitab isimdir. Qılınc isimdir. Durna isimdir. Mehriban sifətdir. Gümüş isimdir. Torpaq isimdir. Dəmir isimdir. Cavabımız olur D variantı. 7-ci saydır, gözəl sifətdir, azğın sifətdir. Cavabımız D variantıdır. 8-ci sual. Asıl tərəfi feil bağlamı olan söz birləşməsini müəyyən edin. Həyatda isimdir, uşaqdan isimdir, vətəni isimdir, deyilənləri feil sifətdir, nazlana gəzmək A şəkilçili söz olanda araq ərək şəkilçisindən əvəz eləyə biliriksə, feili bağlamadır. Cavabımız olur Y variantı. 10-cu sual. Feili birləşməni müəyyən edin. Feili birləşməni tapmaq üçün əsas tərəfə, yəni söz birləşməsində sonuncu sözə baxmalıyıq. Sonuncu sözümüz məstər, feil sifət, feili bağlamadan ifadə olunmalıdır. Meydan isimdir, şəxsiyyət isimdir, hərəkat isimdir, əsər isimdir, rəqsi bitirmək. Bitirmək nədir? Məstərdir. Demək ki, bu feili birləşmədir. 11-ci sual. Hansı cümlədə feili bağlama tərkibi işlənir? Feili bağlama tərkibi olmağı üçün ən azından feili bağlama bir sözü, özündən əvvəl gələn bir sözü özünə tabe eləməlidir. O, dinlədikcə heyrətlənirdi. Burada dinlədikcə feili bağlamadır, amma tərkib əmələ gətirməyibdir. Niyə? Nə edirdi? Heyrətlənirdi. Kim o? Demək, burada dinlədikcə feili bağlamadır. Feil bağlamadan əvvəlki söz gedir, xəbərdən əlaqəyə girir. Ona görə biz buna tərkib deyə bilmərik. Biz yığışıb onu yaxşıca danladıq. Demək, burada yığışıb feili bağlamadır, yığışaraq. Burada da yenə tərkib əmələ gətirmir. Çünki danladıq, kim biz? Özündən əvvəlki söz müstəqil cümlə üzvü olur. Gələndə onu həyətdə gördüm. Burada da tərkib əmələ gətirə bilməz gələndə. Çünki birinci gəlibdir. Birinci olan söz də tərkib əmələ gətirə bilməz. Gərək özündən əvvəl ən azından bir sözü özünə tabe eləyə. Onlar içəri girəndə işıqlar söndü. İşıqlar söndü nə zaman? Onlar içəri girəndə. Girəndə feil bağlamadır. Özündən əvvəlki sözləri özünə tabe eləyir. Özündən əvvəlki sözlərdən bir yerdə cümlə üzvü olur. Demək ki, burada tərkib əmələ gətirmiş olur. Hamı boylanıb ona tərəf baxdı. Baxdı, kim, hamı, necə boylanaraq? Boylanaraq feili bağlamadır. Özündən əvvəlki sözü özünə tabe etməyib. Demək ki, bu tərkib əmələ gətirməyib. Cavabımız D variantıdır. 12. Birində asıl tərəf sifətlə ifadə olunub. A variantında mahnı isimdir, B variantında kitab isimdir. Biz əvəzlikdir, sual isimdir, tiskinli sifətdir. Cavabımız olur Y variantı. 13. Asıl tərəfi sayla ifadə olunmuş ismi birləşməni müəyyən edin. İsmi birləşmə olmalıdır.
Fe'li birləşmə olanları çıxaq. Birinci gələn. Baxın, gələn nədir? Fe'li sifətdir. Demək, fe'li birləşmədir. Asıl tərəf say olsun. Tələbə isimdir, çıxırıq. Uşaq isimdir, çıxırıq. Xeyli kitab. Cavabımız D variantıdır. Xeyli saydır. Əsas tərəfdə isimdən ifadə olunub. Demək ki, isim birləşmədir. Y variantında görüşməyən bu fe'li sifətdir. Demək, fe'li birləşmədir. 14. Asıl tərəfi sifətlə ifadə olunmuş isim birləşməni müəyyən edin. Sifətlə. Çevik, necə çevik sifətdir, alay da isimdir, demək bu ismi birləşmədir. Şüşə, asıl tərəf isimdir. Yaxşı, burada asıl tərəf zərfdir, çünki hərəkətdən bağlıdır və fe'li birləşmədir. Uşaq isimdir, yun isimdir. Cavabımız olur A variantı. 15. Biri 3 əsas nitq hissəsindən ibarət söz birləşməsidir. 3 əsas nitq hissəsindən ibarət söz birləşməsi də quruluşca mürəkkəb olur. Ən cəsarətli olurlar. Burada ən köməkçi nitq hissəsidir. Hamıya yaxşı olmaq. Hamıya bir söz, yaxşı olmaq bir söz. Ol, et, elə köməkçi feillərdir. Özündən əvvəlki sözlə birləşir, mürəkkəb feil əmələ gətirir. Daha gözəl əsər, daha köməkçi nitq hissəsidir. Dizə kimi qar, kimi köməkçi nitq hissəsidir. Şairin lirik şeirləri 3 əsas nitq hissəsindən ibarət olan söz birləşməsidir. Cavabımız B variantıdır. 16. İsmi birləşməni müəyyən edin. Zirvədən enən bu feili birləşməlidir. İradəli gənclər, bax bu ismi birləşmədir. Oxumağa gedərkən feili bağlamadır, demək ki, feili birləşmədir. Vətəni sevmək feilidir, şəhərdən çıxmaq feilidir. 17. Hansı nümunələrdə hər iki tərəf eyni nitq hissəsi ilə ifadə olunubdur? Daş, nə isim, bina, nə isim. Biri götürməlilik, bir də hər ikisi isimdən ifadə olunubdur. Oxumaq, feil, həvəs, isim. 2-yi götürməyək. Oxuyan, feili sifət, gələndə feili bağlama. 3-ü də götürə bilərik. Evə gələndə bunu götürmürük, çünki ev isimdir, gələndə feili bağlamadır. Gülə-gülə gedən, gülə-gülə feil, gedən də feil. Demək, bunu da götürürük. Daraq qabı, daraq isim, qab isim. Bunu da götürürük. 1-6, 3-5 cavabımız olur B variantı. 18. Biri tərəfləri düzəltmə sözlərdən ibarət olan söz birləşməsidir. Yüksək məsələn sadədir. Qaldırıcı, qaldır, qaldırıcı düzəltmədir, amma kran sadədir. Uşaqlıq yoldaşı. Uşaqdan uşaqlıq əmələ gəlir, yoldan yoldaş əmələ gəlir. Demək, cavabımız E variantıdır. Hər iki tərəfi düzəltmədir. Günəş işığı sadədir, yaxşı oxuyan bunlar da sadədir. 19. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Qoyun sadədir, dərin sadə, yaxşı sadə, gözəl sifətindən gözəllik ismi, vurmaq feilindən vurğun sifət əmələ gəlir. Cavabımız B variantıdır. Sərin hava, bunlar da sadədir. 20. Biri ismi birləşmələrdən ibarətdir. Övladını sevən, sevən feili birləşmədir, getdi. Yaşamaq arzusu ismi birləşmədir. Səmimi söhbət ismi birləşmədir. Demək, nə edirik? Əsas tərəfə baxırıq. Əsas tərəf məsdər feil, sifət feil bağlamadan ifadə olunsa götürürük feili birləşmə. Əsas tərəf feil yox, digər əsas nitq hissələrindən ifadə olunursa götürürük ismi birləşmə. 21. Bir ismi birləşmələrdən ibarət deyil. Oxumaq həvəsi ismi birləşmədir. Yaşamaq arzusu ismi birləşmədir. Təbiətin möcüzəsi ismi, görülmüş iş ismi, deyilmiş söz ismi, gözəl hava ismi, oxunan əsər ismi, onun qonağı ismi, sərhədləri qoruyan feili birləşmədir, xalqını sevən feili birləşmədir. Cavabımız olur Y variantı. 22. Biri söz birləşməsi deyil, sən gələndə söz birləşməsidir, açıq söz, qoca tərzən, Babəkin andı, bunlar hamısı söz birləşməsidir. Səhv etmək söz birləşməsi deyil, bayaq da qeyd elədik. Ol, et, elə köməkçi feillərdir. Özündən əvvəlki sözdən birləşir, mürəkkəb feil əmələ gətirir. 23. Biri söz birləşməsi deyil, sahilə tərəf söz birləşməsi deyil. Çünki söz birləşməsi olmağı üçün iki müstəqil söz birləşməsidir. Burada sahil əsas nitq hissəsidir, tərəf köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi söz birləşməsinin tərkibində iştirak edə bilər. Gərək orada iki müstəqil söz olsun ki, iştirak eləsin. Bir əsas bir köməkçi olanda söz birləşməsi sayılmır. 24. Biri söz birləşməsi deyil, səfər təəssüratı söz birləşməsidir, dəniz məhsulları söz birləşməsidir, dənizə qədər söz birləşməsi deyil. Çünki dəniz əsas, qədər köməkçi nitq hissəsidir. Gözəl arzu, isə bunlar da söz birləşməsidir. 25. Tərəfləri isimlə ifadə olunmuşdur. Bizim əvəzlikdir, dadlı sifətdir, oxuyan feili sifətdir, ipək isim, şal isim. Cavabımız B variantı, meşədəki sifətdir. 26. Tərəfləri isimlə ifadə olunmuşdur. Təbiət isimdir, vurğun isimdir. Vurğun daha doğrusu sifətdir.
Dəri isim, çanta isim. Cavabımız C variantıdır. Duzlu sifətdir, çiy sifətdir, saralmış fe'li sifətdir. 27. Fe'li birləşməni müəyyən edin. Demək, söz birləşməsində axırıncı sözə baxmalıyıq ki, məsdər fe'li sifət, fe'li bağlama olmalıdır. Oxumaq həvəsi ismi birləşmədir. Dost olmaq bu mürəkkəb fe'ldir. Kitab oxumaq, bax bu nədir? Fe'li birləşmədir. Etiraz etmək, kömək etmək, bunlar da mürəkkəb fe'llərdir. 28. Bili fe'l birləşmədir. Dağların dumanı ismidir. Soymuş yemək. Burada yemək, nə yemək? Yemək sözü isimdir. Soymuş yemək. Demək, yemək sözü isimdir, ona görə bunu götürmürük. Hava soyuduqca, bax bu da soyuduqca fe'li bağlama şəkilçidir. Demək, bu fe'li birləşmədir. Xoş söz ismi birləşmədir. Çiskinli hava ismi birləşmədir. 29. Biri fe'li birləşmədir. Uşaq oxuyanda, elə budur. Oxuyanda fe'li bağlamadır. Özündən əvvəlki söz özünə birləşdirir və tərkib əmələ gətirir. Danışa bilmək bu mürəkkəb fe'ldir. A, əl şəkilçili fe'l üstə gələk bil olanda mürəkkəb fe'l olur. Şərəfli ömrü ismi birləşmədir. Oxuyub anlama mürəkkəb fe'ldir. Təbiətin gözəlliyi ismi birləşmədir. 30. Birləşmələrdən birinin asıl tərəfi fərqli nitq hissəsidir. Şirin sifətdir, təcili sifətdir, zaldakı sifətdir, maraqlı sifətdir, insan isimdir. Cavabımız olur C variantı. 31. Bir ismi birləşmənin əsas tərəfi olmur, əlbəttə ki, fe'li bağlama. Cavabımız C variantıdır. 32. Asıl tərəfi sifətlə ifadə olmuş isim birləşməni müəyyən edin. Meşədəki əhvalat. Meşədəki asıl tərəfdə sifətdir, əhvalatda isimdir. Bu birləşmə isim birləşmədir. 33. Biri mən onun kitabını dünən oxudum cümləsində işlənmiş söz birləşməsidir. Demək, onun oxudum olmaz. Mən oxudum deyəndə artıq fikir bitir. Söz birləşməsində fikir tam bitməməlidir. Kitabını oxudum, yenə fikir bitir. Dünən oxudum, fikir bitir. Amma onun kitabı nədir? Söz birləşməsidir. 34. Biri biz indi kəndin aşağısından gəlirik cümləsində işlənmiş söz birləşməsidir. Burada kəndin aşağısı. Cavabımız D variantıdır. 35. Bacımla mən yaxın sirdaş cümləsində nöqtələrin yerinə hansı şəkilçi yazılsa, la bağlayıcı olar. Bacım və mən yaxın sirdaşıq. Birinci şəxsin cəmi olar. Çünki iki şəxsə aid olmuş olur. 36. Hansı cümlə üzvləri bir-biri ilə sintaktik əlaqəyə girmir? Demək, bir-birindən sintaktik əlaqəyə girməyənlər burada tamamlıqdan zərfliklərdir ki, heç vaxt bir-birindən sintaktik əlaqəyə girmirlər. 37. Nümunədəki fe'li birləşmənin növünü və sintaktik vəzifəsini müəyyən edin. Təhlil edək. Sahilə çıxmaq üçün motorlu qayığa mindi. Nə etdi, mindi? Kim o? Nəyə mindi? Qayığa. Necə qayığa? Motorlu qayığa. Nə məqsəddən? Sahilə çıxmaq üçün. Demək, sahilə çıxmaq məsdər tərkibidir və məsdər üstə gələk üçün forması olduqda bu əsasən cümlədə məqsəd zərfliyi vəzifəsində işlənir. Cavabımız olur B variantı. 38. Hansılar sərbəst söz birləşməsi deyil? Sərbəst söz birləşməsi frazeoloji birləşmələrdir. Demək, biz burada bizə deyir ki, hansılar sərbəst söz birləşməsi deyil? Yəni, biz frazeoloji birləşmə olmayanları seçməliyik. Burada demək, can almaq frazeoloji birləşmədir. Dil tökmək frazeoloji birləşmədir. 2-yi, 5-i çıxaq. Arana gəlmək nədir bu? Sərbəst. Daha doğrusu bizdən sərbəst söz birləşməsi deyil. Sərbəst söz birləşmələr deyərkən isim birləşmələr və yaxud da ki, fe'li birləşmələr nəzərdə tutulur. Yəni, onlarda asıl tərəf, əsas tərəf anlayışı olur. Frazeoloji birləşmələr isə sabit söz birləşmələrdə onlarda asıl tərəf, əsas tərəf anlayışı olmur. Ona görə də can almaqdan dil tökməyə götürməliyik. Cavabımız olur C variantı. 2-5. 39. Hansılar sərbəst söz birləşməsi deyil? Yenə frazeoloji birləşmələr tapmalıyıq. Burada kitaba baxmaqdır, həyatı sevməkdir, küçəyə çıxmaq, bunlar sərbəst söz birləşmələrdir. Amma xəbər almaq, başa gəlmək, bunlar nədir? Sabit söz birləşmələrdir. Cavabımız olur C variantı. 40-cı sual. Hansı nümunədə söz birləşməsi yoxdur? Bu tarixi abidədir. Məsələn, tarixi abidə söz birləşməsidir. Qeyrətli oğul söz birləşməsidir. Kəndə çatanda söz birləşməsidir.
gözəl duyğu söz birləşməsidir. D variantında qatar stansiyaya yaxınlaşdı. Burada məsələn qatar stansiyaya söz birləşməsi deyil. Stansiyaya yaxınlaşdı deyəndə fikir bitir söz birləşməsi deyil. Cavabımız D variantıdır. 41. Xəzər dənizi birləşməsindəki asıl tərəflə bağlı səhvi müəyyən edin. Asıl tərəf Xəzər sözdür. Quruluşuna görə sadədir, bəli. Xüsusi isimdir, bəli. Yalnız ismi birləşmənin tərəfi ola bilər. Fe'li birləşmədə də asıl tərəf kimi çıxış eləyə bilər. Konkret isimdir, bəli. Yəlik haldadır, bəli. Özündən sonra mənsubiyə şəkilçili söz var. Demək ki, yəlik haldadır. Cavabımız C variantıdır. 42. Hansı mürəkkəb adının ixtisarına şəkilçi düzgün artırılmayıbdır? Burada demək sonuncu səsə uyğun artırmalıyıq. Sonuncu səsə uyğun. Yəni açılışa yox, bağlanışın sonuncu səsinə uyğun. Ateistə, dinin, atunun, adupunun bunlar düzdür. BDO-nin yox, BDO-nun formasında olmalıydı. Cavabımız olur D variantı. 43-cü sual. Hansı vətən sözünü formaca dəyişdirərək hansı sözlərə qoşduqda söz birləşməsi yarana bilməz? Vətən naminə bu naminə nədir? Köməkçi nitq hissəsidir. Vətəni sevmək söz birləşməsi olar. Vətənə sədaqət söz birləşməsi olar. Vətənə sarı da köməkçi nitq hissəsidir. Vətənə qədər də köməkçi nitq hissəsidir. Cavabımız olur 1, 4, 5. 44-cü sual. Mübtəda təyin tamamlıq xəbər sxeminə uyğun cümlədə hansı üzvlər bir-biri ilə tabesizlik əlaqəsindədir? Demək, sadə cümlədə tabesizlik əlaqəsi həmcins üzvlər arasında olur. Həmcins üzvlər də odur ki, eyni suala cavab verir, eyni cümlə üzvü olur və eyni cümlə üzvündən də bağlı olur. Burada təyinlər eyni cümlə üzvüdür. Ona görə də cavabımız olur C variantı. 45-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlədə isim birləşmə işlənmişdir, cümlədə fe'li birləşmə işlənmişdir. Demək, quzular mələşdikcə qoyunlar durmadan ora-bura qaçırdılar. Burada bizə isim birləşmə lazımdır, amma birinci cümlədə isim birləşmə yoxdur. Çoban sürünün içində. Demək, baxın, sürünün içi ismi birləşmədir. Axşam yeli ismi birləşmədir. Ona görə 2-ni 3-ü götürürük. İndi digər xanada fe'li birləşməni göstərməliyik. Alaçıqda yaz yuxusu çox şirin olur. Burada fe'li birləşmə yoxdur. Səhər qoyunları axtarmağa Eldarla birlikdə getdik. Qoyunları axtarmaq nədir? Fe'li birləşmədir. 2, 3, 5 cavabımız olur Y variantı. 46-cı sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlə üzvləri arasında yalnız tabellik əlaqəsi var. Demək, buradakı otlar ipək kimi yumşaq idi. Demək, tabesizlik əlaqəsini biz harda axtarmalıyıq? Sadə cümlədirsə, sadə cümlə arasında həmcins üzvlər olmalıdır. Mürəkkəb cümlədirsə, mürəkkəb cümlədə tabesiz mürəkkəb cümlə olmalıdır. Yəni, bir-birindən asılılıq olmamalıdır. Buradakı otlar ipək kimi yumşaq idi. Yumşaq idi xəbər. Nə? Otlar, mübtəda. Hansı otlar? Buradakı otlar. Necə yumşaq idi? İpək kimi yumşaq idi. Demək, baxın, biz deyirik ki, həmcins üzvlər olanda ən azından ard-arda 2 eyni cümlə üzvü olmalıdır. Burada isə elə bir məqama rast gəlmirik. Və sadə cümlədir, mürəkkəb cümlə də deyil. Birinci cümlədə, bəli, yalnız tabellik əlaqəsi var. Məsələn, bax, nələr arasında tabellik əlaqəsi var? Buradakı otlar, sonra otlar yumşaq idi, ipək kimi yumşaq idi. Bax, bu cürə əlaqələr var. Qoruqlarda çiçəklər, güllər təzə açılırdı. Təzə açılırdı nə çiçəklər, nə güllər. Baxın, burada çiçəklər, güllər həmcins üzvlərdir. Həmcins üzvlərdirsə, burada tabesizlik əlaqəsi var. Ona görə 2-yi çıxırıq, amma biri götürürük. İndi cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var. Baba, sabah məni dağ keçisi ovuna aparacaqsan. Burada baba xitabdır, təhlil olunmur. Aparacaqsan, xəbər. Nə zaman? Sabah. Kimi məni? Nəyə? Dağ keçisi ovuna. Demək, burada tabesizlik əlaqəsi yoxdur. Ona görə 3-ü götürmürük.
Uzaqdan kiçik evlər, alçaq daxmalar görünürdü. Görünürdü, nə görünürdü? Evlər, nə görünürdü? Daxmalar. Evlər, daxmalar həmcins üzvlərdir. İkisi də eyni suala cavab verir. Demək bu nədir? Tabiçilik əlaqəsidir. Və yaxud da ki, evlər görünürdü. Məsələn, mübtədadan xəbər arasında da tabilik əlaqəsi var. Və yaxud da ki, uzaqdan görünürdü, kiçik evlər, alçaq daxmalar. Bax, hamısının arasında tabilik əlaqəsi var. Cavabımız olmalıdır. D variantı 1-4. 47-ci sual. Verilmiş cümlələr əsasında doğru fikirləri müəyyən edin. Mən ağacdan enib yerdə uzanmış itə diqqət etdim. Beləliklə onlar meşənin lap dərinliklərinə getdilər. Demək, birinci cümlədə ancaq feili birləşmə işlənmişdi. Mən ağacdan enib burada demək, məsələn, ağacdan enərək, ağacdan enib feili birləşmədir. Amma yerdə uzanmış it. Bu nədir? İsmi birləşmə. Ona görə birinci cümlədə ancaq feili birləşmə işlənmişdi. Fikri yanlışdır. Biri çıxaq, biri çıxdıq. 2. İkinci cümlədə hər iki tərəfi isimlə ifadə olmuş söz birləşməsi var. Baxın, burada meşənin dərinlikləri. Meşə isim, dərinlik isim. Həqiqətən də düzgün fikirdir. 2-yi götürürük. Birinci cümlədə həm feili, həm də isim birləşmiş işlənmişdi. Bəli, məsələn, ağacdan enib və yaxud da ki, yerdə uzanmış feili birləşmələrdir. Yerdə uzanmış it ismi birləşmədir. 3-ü götürürük. İkinci cümlədə həm feili, həm də isim birləşmə işlənmişdi. Burada, yəni ikinci cümlədə feili birləşmə yoxdur, isim birləşmə var. Ona görə də cavabımız olur Y variantı. 48. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Doğru və yanlış. Doğruda görək nə deyir? Birinci cümlədə isim birləşmələr işlənmişdir. Məsələn, məktəbimizin bağçası ismi birləşmədir. Yasəmən ağacı isim birləşmədir. Həqiqətən də doğru fikirdir. Biri doğru olaraq götürürük. İkinci cümlədə əsas tərəfi feili bağlama ilə ifadə olmuş feili birləşmə var. Burada ikinci cümlədə ətrafıma toplaşmış. Bu nədir? Toplaşmış feili sifətdir. Yəni burada feili bağlama yoxdur. Ona görə 2-yi götürmürük, 1-i götürdük. Yanlışdan yanlış olanı seçməliyik. Birinci cümlədə söz birləşmələrindən birinin əsas tərəfi düzəltmə isimdir. Bəli, məktəbimizin bağçasında. Bağdan bağçam elə gəlir. Nədir? Düzəltmə isimdir. 3 doğru fikirdir. Yanlışda doğru verib 3-ü götürmürük. İkinci cümlədə söz birləşməsinin əsas tərəfi məlum növdə olan feildir. İkinci cümlədə söz birləşməsinin əsas tərəfi. Demək, ətrafıma toplaşmış. Toplaşmaq nədir bu? Məlum növdə yox, birgəlik növdədir. Ona görə 4 yanlış fikirdir və yanlış yerdə verilib. Ona görə götürürük. Cavabımız olur D variantı. 49. Tabi tərəfi deyərkən asıl tərəf nəzərdə tutulur. Tabi tərəfi miqdar sayı ilə ifadə olunmuş isim birləşmələri müəyyən edin. Birinci sıra sayıdır, əvvəlinci sıra sayıdır, qızıl isimdir, bir qədər məhsul, bunu götürərik. Bir çox hadisələr, 2də 1 hissə, 4-ü götürürük. Bir gün 3 bazı minlərlə adam 5-də götürürük. Cavabımız olur 4-5. 50. Nümunədə verilmiş ismi birləşmənin və tərkibini müəyyən edin. Ağıllı insanlar özlərini çox tərifləyənlərə nifrət edirlər. Ağıllı insanlar, elə budur. 1-dən 2. 51. Hansı cümlələrdə asıl tərəfi yalnız hansı sualına cavab verən ismi birləşmə var? Yalnız hansı sualına cavab verən? Baxın, bir də əvvəlki nigarançılıq. Əvvəlkiyi götürürük, çünki ki şəkilçili söz, ki şəkilçili sifət yalnız hansı sualına cavab verir. Demək, biz burada əsas ki və dahki şəkilçili sözləri götürməliyik. Ona görə 4-də həyətdəki restoran, 5-də də mərkəzdəki yataqxana. Ki və dahki şəkilçisindən düzələn sifətlər yalnız hansı sualına cavab verir? Cavabımız olur 1, 4 və 5. 52. Klass yeri
tamamlayın. Söz birləşmələri. Əşyaları, onların əlamətini sözlərə nisbətən daha konkret ifadə edir. Demək, burada doğru fikir verib biz doğru fikirlərlə tamamlamalıyıq. Əsas və asıl tərəfləri olur. Bəli, məna və intonasiya bitkinliyi ilə səciyyələnir. Məna və intonasiya bitkinliyi cümlədə olur. Əsas tərəfin ifadə vasitəsinə görə iki yerə bölünür. Bəli, isim və fe'li birləşmələr formalaşmasında qrammatik şəkilçilər iştirak etmir, əksinə iştirak edir. 1 və 3. 53. Hansı sözlər birinci tərəfi qeyri-müəyyən yəlik halda işlənən ismi birləşmə yarada bilər? Vətən eşqi. Vətən qeyri-müəyyən yəlik haldadır. Vətən torpağı. Vətənin torpağı. Yenə qeyri-müəyyənlik bildirən yəlik haldadır. Vətən deyəndə fe'li birləşmədir. Vətən seçmək fe'li birləşmədir. Cavabımız olur 1-2. 54. Uyğunluğu müəyyən edin. Məsdər, fe'li sifət və fe'l bağlama tərkibi. Kitab oxumaq bu məsdər tərkibidir. Oxumağın faydası ismi birləşmədir, çünki fayda isimdir. Güllərlə bəzənmiş fe'li sifət tərkibidir. Şeir deyəndə fe'l bağlamadır. Oxuyanların çoxu bu ismi birləşmədir. 1-ə A, 2-yə C, 3-ə də D. 55. Yenə əsas tərəfi məsdər, fe'li sifət, fe'l bağlama. Kitabları almaq məsdərdir. Uzaqdan görünən fe'li sifətdir. Mahnını oxuyanda fe'li bağlamadır. Demək, daha doğrusu burada B yox, uzaqdan görünən C variantıdır. 2-yə C yazırıq. Gələnlərin əşyaları bu ismi birləşmədir. Mahnı oxuyanda fe'li birləşmədir. Getməyin nəticəsi ismi birləşmədir. 1-ə A, 2-yə C, 3-ə də D yazırıq. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşürük.